Hər vaxtınız xeyir. Bugün sizlərə hardasa 3 il bundan öncə ayrı bir kanalımda paylaşdığım vlogu yenidən bu kanalda paylaşmaq istəyirəm. Həm mənim üçün xatirə olsun, həm də izləsəz mənə də çox xoş olar. Və buyurun mənim köhnə xatirələrimi birlikdə izləyək və yada salaq. Həmən o ərəfələrdə mən Kuru ne Bulyon, Все будет хорошо kitabını mütaliə edirdim. Çox dəhşətli dərəcədə kofe həvəskarı idim. Əslində indi də kofe sevirəm içməyi. Amma o ərəfələri daha çox içirdim. Hər gün storylər atırdım kitablarla, ya ümumiyyətlə kosmetik vasitələrlə, bujuteriyalarla. Maraqlıdır əslində geriyə dönüb baxmaq və indiki halımla müqayisə etmək. Və övladlarımla birlikdə oyunlar oynayırdıq. O ərəfələrdə övladlarım məktəbə getmirdilər, çox balaca idilər. Qızım bilmirəm Nülövkəyə gedirdi, səhv eləmirəmsə. Amma oğlum getmirdi. Çünki yaşları çox az idi. Və belə usta oyunlar oynayırdıq. O qədər maraqlı keçirdi ki günümüz. Hər gün ya bir film izləyirdi, ya bir domino oynayırdı. Əslində həmin bu vlogumun içərisində bütün oyunları oynamışıq. Yəni bacardığım qədər hansı oyunlar ki var, onların hamısını bir vloga yerləşdirmişəm ki, həm xatirə qalsın, həm də ki mənim özümə də xoş olur. Hətta övladlarım belə keçən həftə bu videoya baxanda çox maraqla izləyirdilər. Mən də düşündüm ki, həmin o kanalımdan videonu silim və artıq bu kanalımda yadigar olaraq burada paylaşım, burada qalsın. Və burada oyun davam edir. Əslində səsləri o qədər şirindir ki, o qədər belə maraqlı söhbətlər eləyirlər ki, özümə belə bir ana olaraq çox xoşuma gəlir. Soyuq bir yanvar günü idi. Artıq yeni ili qarşılamışdıq. Və bu da onlara hədiyyə olunmuş puzzle'dır. Və başladıq bu puzzle'da yığmağa. İndi 3 il keçməsinə baxmayaraq, indiyə qədər biz bu puzzle'ları elə yığırıq, sökürük, tezdən yığırıq. Hətta yayda qızım bunu axırda yığdı və yığılmış formada da saxladı öz polkasında. Əslində bu puzzle çox rahatdır, nömrələrlə qeyd olunub. Biz də arxa nömrəsinə baxa-baxa elə də puzzle yığırdıq. Belə şəkillərlə yığsaydıq çox çətin olardı. Çünki say baxımından böyük bir puzzle'dır. Bundan böyük puzzle'ımız yoxdur. Yəni bizim üçün ən böyük budur. Belə ümumiyyətlə puzzle'lar çox böyük ola bilər, amma bizdəki budur böyük. Və nömrələrlə olduğuna görə rahat-rahat 10'luq, 20'lik, 30'luq belə kənarda qruplara bölüb və elə bazıları yığırdıq. Bəzən tapa bilməsək də boşluqları qoyurduq. Sonra tapdıqca boşluqları doldururduq. O ərəfələrdə mənim qızım Prinses Safiya, səhv eləmirəmsə adı belə idi multikin, çox bəyənirdi. O qədər zövqlə izləyirdi ki bu qızı. Mən də artıq sevməyə başlamışdım. Ona görə də puzzle-ını da sevərək hədiyyə olunmuşdu. Və daha da maraqla yığmağa başladıq. Və budur, artıq hazırdır. Bütün gün evdə olduğumuza görə yorulmaq bilməyən mənim bu balacalarım. İndi isə dominoya keçid edirik. Amma bilmədim burada dominoda kim qalib gəldi. Və birlikdə izləyək. Sevinirəm ki, az yaşdan onlara həm dominonu, həm şahmatı, həm də ki şaşkını öyrətmişdim. Əslən nərd oynamağı da bilirlər, amma mən elə də nərd həvəskarı olmadığıma görə demək ki, nərd oynamağı tam da yaxşı bilmirəm. Kart oyunlarını da belə yaxşı bilmirəm, amma onlar məndən yaxşı bilirlər. Hətta Uno kartları da almışım tezəlikcə. Biraz oynadılar, sonra isə qaldı. Məktəb olduğuna görə biraz yorğun olurlar. Həm də indiki vaxtımızda artıq böyüyüblər. Birinin artıq 9 yaşı, birinin artıq
10 yaşı var, hətta 2 aya 11 olacaq. Amma yenə də vaxtaşırı maraqlı oyunlar oynamağa çalışırıq. Əsasən indiki ərəfələrə daha çox filmlər izləyirik. Məsəl üçün 2 gün bundan öncə Harry Potter'in 1-ci, 2-ci, 3-cü hissəsini izlədik. Bu günlərdə istəyirəm yeni Kinder çıxıb onun oyuncaqlarını kinosuna baxaq. Bu da gördüyünüz kimi artıq film izləmək zamanı idi. Popcorn elədim uşaqlara. Filmimiz isə desəm filmin adını yadımdan çıxar. Bu da çox maraqlı filmdir. Özüm onlarla o ərəfələrdə Rus kinolarına daha çox baxırdıq. Rusların daha çox köhnə filmlərinə baxırdıq. O qədər zövqlə izləyirdilər ki, mən özüm də belə çoxlu baxdıqdan sonra indi daha çox savremenli filmlərə baxırıq. Çünki bunlara o qədər baxmışıq ki, hər birini sevərək, həm də ki o ərəfələrdə onları Rus dilində məktəbə qoyduğuma görə düşünürdüm ki, Rus dilində baxmaqları daha yaxşı olar, amma həm Azərbaycan dilini, həm də Rus dilini mükəmməl bilirlər və bu da mənim üçün sevincli bir haldır. Və vloqum sonlanır. Köhnə xatirələrimi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.